Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Sallallahu ala seyyidina Muhammed ve alihi tahirin. Allahümme salli ala Muhammed ve ali Muhammed. Salam əziz tələbələr, hər birinizi xoş gördük. Biz Allahın havlu qüvvəsi ilə, inayəti ilə Həmd surəsini bitirdik. Növbəti surə İxlas surəsinə bugündən keçid alırıq və namazda və digər namazlarda, vacib namazlar, müstəhəb namazlarda oxuduğumuz məruf surələrdən biridir İxlas surəsi. Elə bilirəm, bu surəni də yaxşı mənalarını, təfsirini əldə etsək, namazımıza, ibadətimizə təsir qoya bilər. Deməli, İxlas surəsi 4 ayədən ibarətdir. Birinci ayəsi Qul huvallahu əhad, de, o Allah yeganədir. Təkdir mənasını indi demirik, izah eləyəcəyik. Allahu Saməd, o Allah ehtiyacsızdır. Və 3-cü ayə ləm yəlid və ləm yulad, nə doğulub, nə doğub, yəni heç bir övlada sahib deyil. Və ləm yəkul ləhu kufuvan əhad, onun heç bir tayı, bərabəri, bənzəri, şəriki yoxdur. Bu ayənin bir tərcüməsi idi, bu 4 ayənin. Amma keçid alıram ayələrin izahına. Deməli, birinci ayə Qul huvallahu əhad, Allah yeganədir. Təfsirlərə əsasən bir neçə təfsirdən mən indi çıxarış eləmişəm. Təfsiri nümunədir, mizandır, bir neçə, xüsusən təfsiri nümunə. Əhəd sözü vahiddən fərqlidir ayədə. Vahid say üzrə bir mənanı bildirir də, say üzrə məsələn bir ədədi bildirir, vahid bir mənasını. Amma əhəddən məqsəd varlığında, zatında, sifətlərində, işlərində tək, şəriksiz və bənzərsiz olmağını ifadə edir. Yəni, Qul huvallahu əhad, de, o Allah təkdir, yeganədir. Yəni, varlığında, zatında, sifətlərində, işlərində təkdir, şəriksizdir və bənzərsizdir. Və burada məqsəd budur ki, Allah təkdir, onun misli yoxdur, yəni bənzəri yoxdur. Heç bir şey onun kimi ola bilməz. Yəni, o varlığında vacib əl-vücuddur, varlığı özündəndir, yeganə bir məbuddur, ibadətə layiqdir. Və digər bir məsələ bu ayə bütpərəstliyi, yəni bərabərlik, şərik qoşmaq, yəni ikinci bir Allahın olmaqlığını rədd edir. Həmən bu birinci ayə, Qul huvallahu əhad. Yəni, hər hansısa digər bir Allahın təsəvvürü inkar edilir, yəni rədd edilir. Ki, bu ayə bütpərəstliyi, mütəşəbbihlik fikirlərini və hər cür şirk formasını qəbul etmir, rədd edir. Və bu ayə Allaha hər cür təsəvvür edilən şəriki tamamilə inkar edir. Hər bir cür Allaha nisbət verilən şəriki rədd edir. İstər ehtiyac cəhətindən, istər xaliqiyyət cəhətindən, istər qudrət cəhətindən, istər elm cəhətindən, hər cür şəriki, yəni ehtiyacsızlığı Allahdan tamamilə inkar edir. Bu birinci ayə qısa şəkildə bir izah idi.
və hədislərdə də bu ayələrin biraz təfsirinə işarə eləyəcəyik. Növbəti ayə Allahu Saməd. Hər şey ona möhtacdır. Yəni Allah heç bir şeyə möhtac deyil. O isə heç nəyə möhtac deyil. Yəni mütləq şəkildə insan buna bütün varlığı ilə inanmalıdır ki, Allah qənidir, ehtiyacsızdır, saməddir. Allah saməddir, ehtiyacsızdır, amma digər bütün məxluqat ona ehtiyaclıdır. Səməd sözünün də bir neçə izahı, təfsiri var. Əsas mənaları budur ki, birinci mənası budur ki, bütün mövcudatlar ona möhtacdır. Bütün yaradılış aləmi Allaha ehtiyaclıdır. İkinci, heç nəyə ehtiyacı olmayan zatdır. Yəni Allah özündə heç bir şeyə ehtiyacı yoxdur. Onun zatı saməddir. Və üçüncü, bütün ehtiyacların məraciəti, yəni qayıdış yeri odur. Yəni hər bir ehtiyaclının qayıdış yeri Allahdır. Və dördüncü məsələ zati və əbədi olaraq tam və kamildir. Allah zatən və əbədi olaraq tamdır, bütövdür və kamildir. Yəni Allaha qıraqdan hər nəsə verilməz. Onun ehtiyacı ödənilməz. O tam, kamil bir varlıqdır ki, bunu kəlam elmində də biz vurğuluyuruq ki, vacibəl-vücud. Allahın varlığı özündəndir. Allahın varlığı özündəndir. Və saməddən məqsəd, səməd ki, biz saməd deyirik, o kəsdir ki, bütün varlıq ona dayanır. Diqqət eləyin. Biz ki deyirik Allahu Saməd, yəni bütün varlıq ona söykənir, ona dayanır, ona ehtiyaclıdır. Bütün varlıq ona dayanır, o isə heç bir şeyə dayanmır, ehtiyaclı deyil, heç bir şeydə özünü möhtac bilmir ki, Allah Saməddir. Bu ayə Allahın kamalını, qüdrətini və varlığının ehtiyacsızlığını bəyan edir. Yəni bu ayə Allahu Saməd, Allahın kamalının göstəricisidir və qüdrətini, onun varlığını və ehtiyacsızlığını nümayiş elətdirir ki, Allah kamil bir varlıqdır, yəni ki, kamalı özündəndir, yəni o vacibəl-vücuddur, onun varlığı qıraqdan verilmir, o varlığı qıraqdan almır, zatən varlığı özündəndir, zatidir və onun qüdrəti, onun gücü tükənməzdir və onun ehtiyacsızlığı daimidir, əbədidir. Ki Allah heç bir yaradılışdan nəyisə o belə deyim də boşluğu, ehtiyacsızlığını öz yaratdıqları ilə əldə etməz. Allah sadəcə öz qüdrətini, öz kamalını, bəşəriyyətin, insanlığın Allahı tanıması üçün Allah bu yaradılış aləmində öz qüdrətini nümayiş elətdirir. Nəinki ehtiyac üzündən, insanlığın o qüdrətə tapınması, insanlığın onu tapa bilməsi, başa düşməsi üçün Allah öz qüdrət nişanələrini bizə göstərir. Bu ikinci ayə izahı idi. Üçüncü ayə ləm yəlid və ləm yulad, nə doğmuşdur, nə doğulmuşdur. Bu ayə bütpərəstlərin, xristiyanların və müşriklərin Allah haqqında yanlış təsəvvürlərini inkar edir. Yəni, fərq eləməz ha, istər bütpərəst olsun, istər xristiyan olsun. Yəni, xüsusən bunlara şamildir, amma insan da özü, hətta ola bilər ki, Allah qəbul edən bir insan Allah haqqında ona bir
oxşatmaq, ona bir bənzər və yaxud onun hər hansısa belə deyim də Allaha xas olmayan bir sifətlə Allaha sifət verməsi. Yəni bu da bütpərəstlərin, xristianların, Allaha bir şərik qoşanların haqqında nazil olan bir ayədir ki, əvvəla Allahın oğlu olması mümkün deyil. Yəni insan hər hansısa bir maddi varlığın, məsələn, bizim kimi insanlar ailə qurur, övlad sahibi olur, övlad dünyaya gəlir filan, atalıq mənsubiyyətinə sahib olur və yaxud da ana olur. Allah haqqında bu tam yanlışdır ki, Allahın oğlu olması mümkün deyil. 2. Allah kimsədən doğulmayıb, yəni Allahı kimsə vücuda gətirməyib. Allah özü xaliqdir, yaradandır. O vacibəl vücuddur, yəni bütün varlığı onun özündəndir və o maddi varlıq deyil ki, doğulsun və ya doğursun. Yəni o dünyaya göz açmaq, dünyaya övlad gətirmək, bunlar hamısı maddi varlığa olan xas xüsusiyyətlərdir. Allah haqqında bu təsəvvür oluna bilməz. Allah yəni o maddi varlıq deyil, doğulsun və ya doğursun. Və bir məsələ də bundan ibarətdir ki, doğmaq və doğulmaq maddi varlıqların xüsusiyyətlərindəndir ki, bunu bayaq özüm də qeyd elədim. Allah isə maddi deyil və heç bir şəkildə cismani sifətə malik ola bilməz. Yəni Allahı biz belə qəbul eləməliyik ki, ləm yəlid və ləm yulad. O nə doğub, nə doğulub. Yəni ki, Allah cisimdən xaric olmalıdır. Allahı maddiləşdirməməliyik ki, Allah əgər cism olsa, maddi olsa, bəli, o doğulmalıdır, doğmalıdır. Ki, Allah haqqında bu təsəvvür batildir, yəni doğru, dürüst deyil. O maddi varlıq deyil çünki. O maddi varlıq olmadığından nə doğulub, nə də doğub. Və bu ayə həm xristianların İsa Məsih haqqında olan ki, Allahın oğludur, bu fikri tam batil olduğunu Allah Taala bu ayədə bizə çatdırır ki, Allahın oğlu yoxdur ki, siz İsa'nı Allahın oğlu kimi qələmə verirsiniz. İsa Allahın oğludur iddiasını rədd eləyir. Həm də ərəblərin mələklər Allahın qızları fikri var. Bu fikri də tamamilə batil bir inanc olaraq qəbul edir ki, ərəblərin bir iddiaları var ki, bir fikirləri var ki, mələklər Allahın qızlarıdır. Və bu fikri də bu ayə tamamilə kökündən rədd eləyir. Və növbəti ayədə və ləm yəkul ləhu kufuven ahad sonuncu ayədə buyurur ki, onun bənzəri tayı yoxdur. Baxın, ayələrin münəzzəm olmağı, bir-birini tamamlamağı insanın Allah haqqında olan o mənfi düşüncələrini formalaşdırır. Ona görə Quran-ı Kərimin tərcüməsi təfsirə əsasən, təfsirlə, izahla tam öz yerinə oturmuş olur. Buyurur ki, وَلَمْ يَكُلْ لَهُ كُفُوًا أَحَدٍ onun bənzəri tayı yoxdur. Kufuvən tay bərabər, oxşar deməkdir. Ayə bəyan eləyir ki, izah eləyir ki, Allahın bənzəri yoxdur. Sən Allaha hər nəyi oxşatsan, o Allahın oxşarı deyil. O Allahın bənzəri deyil. Bu bir. İkinci, onun zatında, sifətlərində, işlərində heç kəs ona tay ola bilməz. Yəni, Allahın sifətlərində də onu hər hansısa bir şeylə bənzədə bilmərsən, oxşada bilməmsən. Allah xaliqdir, yaradandır. Amma sənin kimi hər nəyəsə ehtiyac duyub, hər nədənsə kömək alıb yaradan kimi deyil. O Allah ol dedikdə olur
vücuda gəl dedikdə gəlir. Yəni o iradə etdikdə vücuda gəlir. Onun yaratması sənin hər hansısa bir şeyi icad elədiyin kimi deyil. Allahın qüdrəti sonsuzdur və o xaliqdir, yaradandır. Necə ol desə olur, yaran desə yaranır. Onun zatında, onun sifətlərində, işlərində heç kəs ona tay ola bilməz. Yəni onun hansısa zatının, sifətlərinin və onun işlərində hər hansısa mümkün əl-vücud yaradılmışlar, vücudu özündən olmayanlarla müqayisə edə bilmərik. Və Allah nə məkana məhdudlaşır, nə də məxluqlara bənzər xüsusiyyət daşıyır. Yəni Allah hər hansısa məkana xas deyil. Yəni hər hansısa bir məkanda Allahı məhdudlaşdıra bilmərik. Allah özü buyurur ki, hər harda olsanız mən sizinləyəm. Hər harda olsanız mən sizinləyəm. Nə də məxluqlara bənzər xüsusiyyətləri daşıyır Allah. Məsələn, məxluqların xüsusiyyətləri, məsələn deyirəm, elm. Bizim elmimiz zati deyil, kəsbidir. Qazanmaqla, öyrənməklə, çalışmaqla əldə edilir. Amma Allahın elmi zatıdır, özündəndir. Və digər misalları da çəkmək olar. Bu ayə təvhidin zəncirini tamamlayır, bəli. Bu ayələr bir-birini tamamlayır, silsiləvari, zəncirvari olaraq ki, Allah nə zatında, nə sifətində, nə əməldə heç kimə bənzəmir. Bəs nəticə bu olur ki, bu İxlas surəsindən bir, Allah təkdir və mütləq vahiddir, yeganə Allahdır. İki, Allah hər şeyin ehtiyatsız mənbəyidir. Yəni Allah ehtiyatsız mənbəyidir, qənidir, saməddir və bütün ehtiyaclar onun tərəfindən ödənilir. Üç, Allah heç nəyə bənzəmir. Çünki Allah cisim deyil. Hər bir şeyə bənzəyən onun cismi tərəfi var, maddi tərəfi var. Allah ki, maddi deyil. Dörd, onun övladı yoxdur, nə də özü bir kəsdən dünyaya doğulmayıb. Yəni Allahın nə Allahı dünyaya gətirən olub, nə də ki Allahın övladı var. Ki bunlara da izah verdik. Əgər Allah doğulsaydı və Allah övlada sahib olsaydı, o da bizim kimi ehtiyaclı bir varlığa çevrilərdi, maddi olardı. Allah ki, belə deyil. Və 5, təvhidin haqqında olan bütün əqidəvi prinsiplər bu 4 ayədə cəmlənmişdir. Bəli, təvhid haqqında bütün əqidə prinsipləri elə məhz bu 4 ayədə özünü əhatə eləyir. İnşallah mən növbəti dərsimizdə bu ayələrin, yəni bu 4 ayəni hədislərə əsasən əziz Peyğəmbərimizdən və Əhl-i Beytdən olan hədislərə əsasən izah eləyəcəm ki, onların hədislərdə bu surəyə olan izahları necədir? Bugünkü dərsimiz bu qədər. Sağ olun, Allaha əmanət olun.